Salam əziz balalar. Dərsimizə başlamazdan əvvəl qeyd edim ki, biz artıq Hikmət Xəzinəsi bölməsi üzrə 3-cü fəslin mövzularına başlayırıq. Bu fəsil birlik adlanır. Yəqin ki, artıq müəyyən etdiniz ki, biz bu fəsildə birlikdən danışacağıq. İlk mövzumuz isə bir dəstə göyərçin mətni olacaq. Amma mətnə başlamazdan əvvəl istərdim belə bir sual verim sizə. Komandanın uğur qazanması üçün liderin hansı keyfiyyətləri olmalıdır? Ümumiyyətlə, kimə lider deyilir? Siz bu sualların cavabını verin. Mən isə sizə mətndən bir kiçik hissəni oxuyum. Bir dəstə göyərçin. Çəmənlikdə bir dəstə göyərçin uçuşurdu. Onların Alabaxta adlı bir başçısı vardı. Alabaxta çox müdrik, dünya görmüş göyərçin idi. Başqa göyərçinlər həmişə onun məsləhətlərinə qulaq asar, hər əmrinə tabe olardılar. Günlərin bir günü çəmənliyə bir ovçu gəldi. Yerə çoxlu dən səpdi, torunu qurub puskuda durdu. Göyərçinlər uçarkən yerdə çoxlu dən gördülər. Tələdən xəbərsiz olan quşlar həmin yerə endilər. Yenicə dənləməyə başlamışdılar ki, ovçu torunu çəkdi. Göyərçinlərin hamısını tutdu. Quşlar torda çırpınmağa başladılar. Onlar öz canlarını qurtarmaq üçün çalışır, toru dimdikləyir, bir-birinin əl-ayağına dolaşırdılar. Hadisələrin necə davam etdiyini oxumağı sizə həvalə edirəm. Mətni oxuyun, daha sonra isə sualları cavablandıraq. Amma mətni oxumazdan əvvəl sizə bir neçə sual vermək istərdim. Sizcə, göyərçinlər necə xilas ola bilərlər? Göyərçinlərin başçısı Alabaxta onlara necə kömək edəcək? Axı o çox müdrik və dünya görmüş idi. Sizcə onun hansı məsləhəti göyərçinləri bu problemin öhdəsindən gəlməyə kömək edəcək? Gördüyünüz bu şəklə diqqətlə baxın. Yəqin ki, təsvirdən artıq onların necə xilas olduğunu görürsünüz və mətnin hansı sonluqla bitəcəyini də təxmin edirsiniz. Elə isə mətni oxuyun, təxminlərinizlə müqayisə edin. Daha sonra isə söz boğçasındakı sözlərin mənası ilə tanış olaq. Pusku və kəsəyən. Pusku nə deməkdir? Pusku bir yerdə gizlənib adamı və ya ovu pusma, güdmə, gözləmə deməkdir. Məsələn, mətndə belə bir cümlə var idi. Günlərin bir günü çəmənliyə bir ovçu gəldi, yerə çoxlu dən səpdi, torunu qurub puskuda durdu. Yəni, onları güddü. Kəsəyən nədir? Kəsəyən, qabaq dişləri yaxşı inkişaf etmiş, gəmiricilər dəstəsindən olan çöl siçanıdır. Əgər mətni sona qədər oxumusunuzsa, məhz mətnin sonunda görmüsünüz ki, onların torunu dişləri ilə doğrayıb tökən və onları azadlığa buraxan məhz kəsəyən olmuşdur. Keçək mətnlə bağlı sualları cavablandırmağa. Göyərçinlər hansı problemlə üzləşmişdilər? Yəqin ki, bu sualın cavabını bilirsiniz. Onlar ovçunun toruna düşmüşdülər. Bəs nəyə görə göyərçinlər Alabaxtanı özlərinə başçı seçmişdilər? Çünki Alabaxta müdrik, dünya görmüş göyərçin idi və başqa göyərçinlər də həmişə onun məsləhətlərinə qulaq asar, onun əmrlərinə tabe olardılar. Alabaxta göyərçinləri xilas etmək üçün onlara nə dedi? Gəlin, Alabaxtanın dediyi sözləri bir daha xatırlayaq. Təklikdə heç birimiz tordan xilas ola bilməyəcəyik. Yaxşısı budur, gücümüzü bir yerə qoyaq, toru yerdən qoparıb özümüzlə aparaq. Keçək növbəti tapşırığımıza. Aşağıda mətnin ideyasını əks etdirən atalar sözləri verilmişdir. Sizcə, hansı atalar sözündə fikir birbaşa ifadə olunub? Gəlin, atalar sözlərini oxuyaq. Tək əldən səs çıxmaz, güc birlikdədir, el bir olsa dağ oynadar yerindən. Əlbəttə ki, hər üç atalar sözü mətnin məzmununa uyğundur. Lakin ikinci atalar sözü isə mətnin əsas ideyasını ifadə edir və bu atalar sözündə fikir birbaşa ifadə olunub, yəni güc birlikdədir. Digər iki atalar sözlərində isə fikir dolayı yolla verilibdir. Onların da mənasını gəlin izah edək. Tək əldən səs çıxmaz atalar sözündə ifadə olunan fikir belədir. Yəni, problemi
Tək həll etmək çətin olur. Təmsildə də göyərçinlər ovçunun əlindən xilas olmaq üçün öz güclərini birləşdirirlər. Üçüncü atalar sözü isə, yəni el bir olsa dağ oynadar yerindən atalar sözündə fikir düzdür, şişirdilmiş şəkildə çatdırılır insanlara. Amma yenə də məzmun baxımından eyni fikri ifadə edir. Yəni burada da əsas fikir birlikdir. Birlik hətta dağı da yerindən tərpədə bilər. Bax belə uşaqlar, bu dərsimizi burada bitiririk. Növbəti dərsdə görüşmək ümidi ilə hələlik.